Salam əziz abituriyentlər. Bu gün mən sizə dövrü qanun və dövrü sistem bölməsindən olan atomun elektron formu testlərinin izahını verəcəm. 70-ci sualdan davam edək. Mən sualda deyir X2 müsbət ionun qısa elektron formulu veribdir bizə 2s+2, 2p+6. Biz də bunun əvvəlinə də 1s+2'sini yazsaq, deməli ümumilikdə 10 elektron var. X2 müsbətin ümumi 10 elektron var. Deməli proton olub 12. Onda protona görə paylaşdırsaq sonu 3s+2, yəni ikinci A yarım qrup elementi olubdur. X elementi. İndi həmin o X atomu ilə Y atomu X3, Y2 tipli birləşmə əmələ gətirirsə, Y elementini müəyyən edin. Deməli X3, Y2. Burada X-in qrupu 2-dirsə, X olacaq, sol tərəfdə də durub, qrupuna uyğun müsbət oksijləşmə dərəcəsi göstərəcək. Y isə sağ tərəfdə durubdur və deməli minimum oksijləşmə dərəcəsini göstərir. İndi bu müsbət 2-dirsə, Y-ə burada -3 taparıq. -3 də göstəribsə, minimum oksijləşmə dərəcəsi -3 olan elementlər hansı elementlər olar? Neçənci qrupdur ki, deməli minimum -3 göstərir. Biz də bilirik ki, bunu necə tapırıq? Minimum oksijləşmə dərəcəsini qeyri-metallarda tapmaq üçün qrupun nömrəsindən 8-i çıxıb tapırıq. Qrupun nömrəsi A olsun, məsəl üçün. Oradan 8-in çıxsa, eləyər -3. A da bərabərdir 5-ə. Deməli 5-ci qrup elementidir. Hər hansı bir 5-ci qrup elementi ola bilər. Azot ola bilər, fosfor ola bilər. İndi burada cavabımız olacaq azot. C variantı. 71-ci sual yenə elə həmin sualdır. Deməli burada da eyni şərt tamamilə eynidir. Sadəcə bu dəfə də mən dediyim kimi 5-ci qrup elementi azot da ola bilər, fosfor da ola bilər. Burada da cavabımız olacaq fosfor. 72-ci sualda deyir, hansı elementlərin normal halda xarici P yarım səviyyəsi yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Deməli xarici P-də ancaq cütləşməmiş olsun. Yəni P-nin içində cüt olmasın. Baxaq görək hansılar uyğun gələr. Məsəl üçün karbon 6 A variantında sonu 2p+2 ilə bitir, uyğun gələcək. Alüminiumda p+1, fosfor p+3. Elə cavab A olacaq. Bir dənə baxın. Deməli karbon 6 paylaşdırsaq P-də sadəcə 1, 2 dənə tək elektron var. Sonra deməli alüminium 13. Sonu yazıram 3s+2, 3p+1. P-də sadəcə bir dənə elektron, tək elektron və keçək fosfor 15-ə. Bunda sonu 3s+2, 3p+3 ilə bitir. P-nin 3 orbitalının içində 3-ü də 1, 2, 3 tək şəkillər. Deməli P-də yalnız cütləşməmiş olan cavabımız olacaq A variantı. 73-cü sualda deyir, hansı elementlərin normal halda xarici P yarım səviyyəsi yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Yenə eyni bir şey istəyir, eyni sualdandır. İndi bu dəfə seçək görək hansı olacaq. Məsələn, Kürd 16 olmayacaq. Çünki Kürd 16-da sonu deməli, sonu olacaq P+4-lə. P-də cüt var, yəni 3s+2, 3p+4. Yəni P-ni çəkib göstərsək, uyğun deyil, sadəcə çəkib göstərirəm ki, yəni görün ki, P-də cüt də var. Yəni elə olmalı ki, P-də ya 1 olsun, ya 2 olsun, ya 3 olsun. Biz onları götürərik. Demək, Kürd olan variantları silərik. A-nı, C-ni, sonra harada var Kürd? Başqa variantlar da yoxdur. Məsələn, argon 18 olan variantı silirik. Elə argon da uyğun deyil, onsuz da xlor da uyğun deyil. Çünki P+6 ilə bitir, tamamlanır. P tamamilə doludur. Heç ümumiyyətlə tək elektron yoxdur argonda. Xlorda P+5-dir, orada bir dənə təki var, 2 dənə cütü var. Deməli, florun özü sonu P+5 ilə bitəcək. Ona görə orada yenə P-də cüt olacaq. Amma Y variantı həqiqətən uyğun gəlir. Bir dənə yerini yoxlayaq. Deməli, silisium 14. Sonu olacaq 3s+2, 3p+2. Yəni P-də 2 dənə tək elektron var. 1, 2. Sonra azot 7. Azot 7. 1s+2, 2s+2, 2p+3. Yəni sonu gördüyümüz kimi sadəcə 3 dənə P-də tək elektron olacaq. 1, 2, 3. Bor 5-dəki 1s+2, 2s+2, 2p+1. P-də sadəcə bir dənə tək elektron. Belə. Deməli, cavab oldu burada Y variantı. Keçək 74-cü suala. XPO4 birləşməsindəki X metalı sıra nömrəsi 10-a yaxın olan nəcib qazın sıra nömrəsindən 2 ədəd əski olan Y qeyri-metalı ilə hansı birləşmə əmələ gətirər?
Deməli, biz ilk öncə onu qeyd edək ki, PO4 özü H3 PO4 ortofosfat turşusudur. Yəni onun qalığıdır, onun əmələ gətirdiyi bir duzdur. Burada PO4 3 mənfi ion əmələ gəlir də 3 hidrogen çıxanda. Yəni PO4-ün objivalentliyi 3 valentlidir. Yəni burada X PO4-də PO4-ün valentliyi 3-dürsə, heç bir indeks yazılmayıbdır. Nə X-in indeksinə rəqəm yazılmayıb, nə də PO4-də yazılsa mötərizəyə alınıb yazılardı. O 4 oksigen 4, ona adiyyət yoxdur. Deməli, X də 3 valentlidir. Deməli, X də 3 valentlidir ki, valentlikləri eynidir ki, 3-3 yazılsa belə ixtisar gedir, yəni heç nə qalmır indekslərində. Deməli, buradan görür ki, X 3 valentlidirsə metal. Deməli, burada X-in oksijləşmə dərəcəsi müsbət 3-dür. Yəni, 3-cü qrup elementidir, belə deyək. 3-cü qrup elementi olan bir metaldır. Həm də bizə X əsas yarım qrup elementidir. Burada bunu qeyd edibdir. Belə, deməli, 3-cü qrupdur və oksijləşmə dərəcəsi müsbət 3. İndi X ilə Y-i birləşdirib bir formul düzəltməliyik. Sadəcə Y haqqında görək nə deyir? Bizə deyir, sıra nömrəsi ona yaxın olan nəcib qazın sıra nömrəsindən 2 ədəd əski olan Y qeyri-metal ilə. Deməli, biz bilirik ki, nəcib qaz 8-ci qrupdur. Burada yazıram elə nəcib. Nəcib qaz 8 yerləşir. Ondan 2 ədəd əski. 7 yox, neçə olacaq? 6-cı qrup. 6-cı qrupda yerləşir deməli Y. Nəcib qazın sıra nömrəsi deyir, ona yaxın olan nəcib qazın sıra nömrəsindən 2 ədəd əski, deməli, neçənci qrupa düşəcək Y? 6-cı qrupa. Deməli, Y-də 6-cı qrupdursa, onun minimum oksijləşmə dərəcəsi neçə olacaq? 6-dan 8-in çıxırıq, qaydamız belədir də, -2. İndi mən X ilə Y-i birləşdirəndə formulu X-ə müsbət 3 yazacam, yəni qırmızı ilə qeyd edək onu. Deməli, X-ə yazırıq müsbət 3, Y-də də -2. Ümumiyyətlə, 2 elementi birləşdirəndə sol tərəfdə duran element qrupun nömrəsi nədirsə, onu göstərir müsbət şəkildə oksijləşmə ilə. Amma sağda duran element minimum göstərir. Yəni, qrupun nömrəsindən 8-in çıxılmışın, yerdə qalanı göstərir. İndi burada da çarpaz yazanda X2, Y3 olacaq formul. X2, Y3, A variantı. 75-ci sual. Deməli, 75-də deyir, XN ionu, XM ionuna çevrildikdə radiusu azalırsa, nə doğrudur? Radiusu azalırsa, bu arada deməli, elektronu da azalıbdır. Yəni, elektronla müqayisə edirik radiusu burada. İndi biz burada həmişə belə suallarda, yəni bu ifadədən başlayan, yəni bu tipli suallar burada var bir neçə dənə. Yəni, buradan bir dənə başlayaq. Burada doğru olacaqsa, ona uyğun N-lə M-də müqayisə edəcək. Doğru olmayacaqsa, deməli, əksinə imiş. Deməli, XN ionu müsbət yüklüdürsə, XM ionu da müsbət yüklüdür. Görək, ola bilər, yəni ki, XN-in, deməli, N-dən XM-ə çevriləndə radiusu azalırsa, deməli, bu radiusu bundan çoxdur. Yəni, o soldakının elektronu sağdakından çoxdur. Belə bir hal mümkündür, görək. Həm də ki, hər ikisi müsbət halda olsun. Olar, yəni, məsəl üçün, tutalım kükürt, 16, üstündə 2 müsbət olan halı var. Bir də 16 üstündə 4 müsbət var. 16-dan 2-ni çıxanda 14 elektron buradadır, 12 elektron buradadır. 14 12-dən çoxdur deyə radiusu da deməli 14-dən 12-yə gələndə azalıbdır. Bəli, bu şəkildə olar. Bu şəkildə olsa N tutalım müsbət 2, M də müsbət 4. Onda bunu necə müqayisə edir? 3-ü doğru götürdümsə, hansından böyükdür? M N-dən böyükdür. Onda deməli 2-ni də doğru götürəcəm. Doğru cavab 2, 3. C variantı. Deməli, 76-cı sualda bizə deyir ki, metalları verib X, Y, Z və 3D yarım səviyyəsində olan elektronları varsa, yəni onu qeyd edibdir, və 4S yarım səviyyəsində olan elektronlar. Deyir, metalların aktivliyi üçün doğru münasibəti müəyyən edin. Deməli, burada əvvəlcə X-i quraq. X-də 3D yarım səviyyəsində elektron 0-dır. Yoxdur, 4S-də də 1-dir. Deməli, sadəcə sonu 4S-1 ilə bitəcək X-in. 4S-1. Belə. Yəni, bu görürük ki, 4-cü dövr 1-ci qrup əsas yarım qrup. 1-ci A yarım qrupudur. Sonra gələk Y-ə. Y-də 3D-10, 4S-1. Bu artıq 11. Toplayanda 11 edir, amma 11 olanda 1-ci qrupdur, amma B yarım qrupudur. Yəni, bu dəfə əlavədir. Bayaqki birinci əsas yarım qrup, indi B, yəni əlavə yarım qrup. Digəri isə Z. Olacaq elə 4S-2. 3D-si 0-da yoxdur. Sadəcə 4S-2, yəni 4-cü dövr, 2-ci qrup, əsas yarım qrup. 2-ci A yarım qrupu.
İndi biz bunları metalların aktivliyini müqayisə eləsək, burada D olan ən zəifidir. Y burada ən zəif olacaq. Çünki D elementləri əsas yarımqrup elementlərindən, yəni B yarımqrup elementləri A yarımqrup elementlərindən zəif olur. Y burada ən kiçikdir. Bəs X-dən Z-i müqayisə eləsək, bu necə müqayisə eləyərik? Biz bilirik ki, metallıq xassəsi deməli yuxarıdan aşağı, sağdan sola artır. Yəni sağdan sola artana qrup kiçildikcə artır. Qrupu kiçik olanınki yüksəkdir. Deməli birinci qrup yüksək olacaq ikinci qrupdan. Onda birinci qrup X ən yüksəkdir. Ortaya da düşəcək. Deməli Z. Doğru cavabı olacaq B variantı. Yetmiş 7-ci sualda deyir, yenə eyni qaydada bir sualdır. Deməli X olacaq, bir dənə quraq, 4D+1, yəni birinci A yarım qrupu. Y olacaq, 3D+6, 4D+2, toplayanda 8-ci B yarım qrupu. Z olacaq 3D+10, 4D+2. Yenə 10-dan 2, 12, 12 olanda ikinci B yarım qrupu sayılır. Belə. Deməli, indi burada müqayisə eləsək, bir dənə A yarım qrupu, əsas yarım qrupu olan X-dir. Yəni X burada ən böyük olacaq. X ən böyüdür. X böyükdür. Bəs X-dən sonra hansı gələcək? Deməli, burada bir növ belə deyək də, bu metalları tanısaq daha yaxşı olar. Çünki, məsəl üçün, 8-ci qrup, B yarım qrupu, yəni bu toplayanda əvvəlini də qoysaq, 26-cı element, bu dəmirdir. Y burada, deməli, dəmirdir. Z isə 30-cu element, sinkdir. Sinklə dəmir, yəni hər ikisi əlavə yarım qrup metallardır. Sadəcə aktivi sırasında da bilirik ki, sink dəmirdən qüvvətlidir. Ona görə Z gələcək ortada. Ondan sonra Y. Z ən kiçik olacaq Y. Deməli, cavabımız olacaq C variantı. Yetmiş 8-ci suala baxaq. Deməli, burada iyonları verib, elektronların sayını qarşısına qeyd edib. Neytral Y atomunun qısa elektron formulunu müəyyən edin. Deməli, ilk öncə mən burada X-dən başlayacağım. X 16 üstündə 2 mənfi. 2 mənfi. Elektron sayı neçə olacaq? 16-nın üstündə 2 gəlirik, 18 elektron. Bizə A+6 verib elektron sayı. Deməli, A+6 bərabərdir 18-ə. A da bərabərdir 12-yə. İndi A 12-dirsə, bax cədvəldə də A bərabərdir 12 yazıram. Onda Y3 müsbətən elektronu 12-dir, sağ tərəfinə qeyd edirəm. Bunun da protonu gərək 15 olsun ki, 3-ün çıxanda 3-ün verəndə elektron 12 qalsın. Y-in deməli proton 15-dir. İndi neytral Y atomunun qısa elektron formulu deyəndə əlbəttə ki 15-i paylaşdırıq. Neytral deyəndə sıra nömrə proton paylaşdırılır. 15-də paylaşdıranda sonu olacaq 3s+2, 3p+3. Cavabımız olacaq Y variantı. 79-cu suala baxaq. 3s yarım səviyyəsində 2 elektron olan X elementi ilə 3p yarım səviyyəsində 5 elektron olan Y elementinin əmələ gətirdiyi birləşmənin formulunu müəyyən edin. Deməli, X-in 3s yarım səviyyəsində 2 elektron var. Axırı 3s+2. Y-də isə 3p-də 5 elektron var. Deməli, 3p-dən qabaq 3s+2-dir, sonra 3p+5. Bunu da qeyd eləyək ki, çünki qrupu hər ikisinə görə müəyyən edirik. Deməli, X-in qrupu olacaq 2-ci A yarım qrupu, Y-inki isə 7-ci A yarım qrupu olacaq. İndi X-in Y-i birləşdirəndə yazırıq X-in Y-i yan-yana. Həmişə, deməli, 2-ci qrup metaldır, 7-ci qrup qeyri-metaldır. Həmişə solda metal, sağda qeyri-metal yazırıq. Deməli, sol tərəfdə duran element oksijləşmə dərəcəsi olacaq. Qrupun nömrəsi neçədirsə, həmin o müsbət şəkildə, yəni 2-ci qrupdur, müsbət 2. Sağda duran element qrupun nömrəsindən 8 çıxaraq. Bax, 7-ci qrupdur. Kənarda yazıram 7 çıx 8. Mənfi 1, deməli mənfi 1 göstərəcək. İndi çarpaz yazırıq indekslərinə. 1x indeksinə yazmayacaq, 2-ni də y indeksinə yazanda formula olacaq 2x, y2, yəni B variantı. 80-ci sualdadır, göstərilən həyəcanlanma hallarına malik element dövr sistemdə hansı qrupun əsas yarım qrupunda yerləşir? Deməli, biz burada görürük ki, Y1, Y2, Y3, yəni element atomu 3 dəfə enerji yudub. Yəni 3 dəfə həyəcanlanma baş verib. Deməli, xarici təbəqəsində 3 cüt elektronu olmalıdır ki, 3 dəfə həyəcanlana bilsin, həm də boş orbitalda olmalıdır. Bu olacaq 7-ci qrup, halogenlər. Fluor istisnadır, fluor həyəcanlanmır, çünki xarici təbəqəsində boş orbitalı yoxdur.
Amma xlordur, brondur, yoddur, bunlar deməli bu şəkildə həyəcanlana bilir. Deməli 3 dəfə həyəcanlanan qrup 7-ci qrupdur bir sözlə. 6-cı qrupda 2 dəfə həyəcanlanır. Deməli 81-ci sualda deyir 1 molunda 2s+2, 2p+6 elektron formuna malik 2 mol iyonu olan maddəni müəyyən edin. Deməli burada 1 molunda cəmi bu qədər elektron olsun deyir. Baxırıq ki, deməli maqnezium flor 2-də cəmi 1 molunda, yəni 10 elektron. Bunun əvvəlinə qoyanda 1s+2 10 elektron eləyir də. Deməli 10 elektron eləməlidir. Və 2 mol iyon olan deyir. İndi ilk öncə biz variantlardan hansıları silərik? 2 mol iyonu olmayanları silərik. Məsəl üçün A ilə C getdi. Niyə? Çünki burada 1 maqnezium, 2 flor, cəmi 3 iyon var. 1 maqnezium, 2 müsbət, 2 flor mənfi. Eyni qaydada C-də 1 maqnezium, 2 müsbət, 2 flor mənfi, 3 iyon var. 2 iyonu olanlar qalan variantdakılardır. İndi bizə də deyir ki, cəmi 10 elektron olsun. Xlorun 10 elektron olmaz. Xlor çünki 17-dir. Üstüdə mənfi olanda 18 elektron olacaq. 10 elektron olmaz çünki 9 olsa məsələn birini alıb 10 olar. Flor. Y variantında bax bu natrium flor olacaq. Bax bu natrium florda sadəcə düşmüyor burada. Natrium florda indi bu lövhədə yazıram. Deməli natrium burada müsbət 1, flor mənfi 1 yüklənir. Natrium 11-dir. Müsbət 1 yüklənəndə 11-dən 1-in çıxanda 10 elektron. Flor da 9-cu sıra nömrəsi. Mənfi yüklənəndə 1-in olub 10 elektron. Natrium elektron verib 1-in 11-dən 10-a gəlib. Flor da o 1-dən elektron qəbul edib 9-dan 10-a gəlib. Hər ikisi ümumilikdə 10 elektron varmı? Bəli, var. Və ümumilikdə natrium florda 2 iyon varmı? İndekslərdə 2 eləyirmi? Bəli, eləyir. Və cavabımız olacaq Y variantı. 82-də də yenə 2 mol iyon olan dediyinə görə, bax 82-də Y-ni silirəm, amma 1 molunda bu şəkildə verir. Bunun əvvəlində yazsaq, bunun ümumilikdə 18 deməkdir. 18-in paylaşmasıdır. İndi 18 olsun. İndi xlor olacaq içlərində. Bax, xlor 17-də, birini alıb 18 olacaq. Bir də kalium 19-dur, birini verib 18. A variantı olacaq. Deməli, kalium xlorda. Kalium müsbət, xlor mənfi yüklənir. Kalium 19 müsbət, yəni olur 18. Xlor da 17 mənfi, bu da olur 18. Hər biri olacaq axırda 3s+2, 3p+6. Cəmidə 2 iyonu var. Doğru cavab A variantı. 83-cü sualda deməli element X, Y dövrün qrupunu verib. Əmələ gətirdiyi birləşmə molekulundakı elektronları sayır. Deməli dövrü 4, qrupu 6B. Bu bir söz hansıdır? Deməli 4-cü dövrdürsə, qrupu da üstlərin cəmi 6-nı verir. D ilə S-in cəmi 6-nı verir. O 4s+1, 3d+5-dir. Xrom. 4s+2, 3d+4 deyilən bir şey yoxdur. Yəni üstə 6-nı verən 4s+1, 3d+5 var. Deməli bu xrom 24-dür. 4-dür, yəni bu X. X burada xrom 24-dür. 4-cü dövr 6-cı B yarım qrupu. Bəs Y. Deməli, Y-də 2-ci dövr 6-cı A, yəni sonu bitib 2s+2, 2p+4. Bu da əvvəlinə qoyanda 1s+2, 8-ci element, yəni oksin 8-dir Y-də. İndi X və Y-in əmələ gətirdiyi birləşmənin formulunu deyil müəyyən edin. Deməli, həm də bizə veribdir ki, molekulunda elektron sayı da 48-dir. Bax, buna nəzərən də eləmək lazımdır. Deməli, xromun oksigenlə əslində 3 cür birləşməsi var. Xromun oksigenlə xrom, deməli, xromun 2 valentisi, xrom O var. Xrom 3 valentisi, xrom 2O3 var. 6 valentli, xrom O3. İndi bunların hansını 48 elektron eləyər? Ona uyğun elə bir hesablayacaq. 48-i birinci 24, 8 bu eləmir. 24, 8, 3, 24, 48. Xrom O3 eləyəcək. Bir daha xrom O3-ə baxın. Yəni, xrom O3 indi burada bizdə X, Y3 belə deyək də. X-də dedik neçə elektron var cəmi? 24. O birisinin içəri 8. 24 üstə gəl, 3 vurulsun 8. O da 20, 48. Demək, xrom O3. Yəni, X, Y3. Bu formunu götürəcək D variantı. 84-cü sualda deyir, hansı halda hər iki iyonun elektron formulu neon 10 elementin elektron formuluna fərqlidir? Baxaq bir dənə.
84-də deməli A variantı 12-dən 2-ni çıxan 10, 9 üstünə 1 gələndə 10, 10, 10. Yəni 10 olmasın da fərqli olsun. Baxaq bir də hansı olar? B variantı olacaq əlbəttə ki. Çünki 17-dən üstə 1 gələndə 18, 20-dən 2-ni çıxanda 18. Deməli 10 deyil də. Yəni qalan variantlarda görürsünüz ki, ən azından biri də olsa heç olmasa 10 olan var. Yəni sırf 10 olmayan variant B variantıdır. 85-ci sualda deyir X, Y və Z atomlarının neçə orbitalında elektron var? Neçə orbitalında var? Deməli, burada mən birinci X-i yazıram. X-i başdan yazacağım. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 3. Deməli, neçə orbitalında elektron var? S-in bir dənə orbitalı. Yine bir orbital. Oldu 3 orbital P'de. S'də 1 orbital, P'nin çəki axıncını göstərir. P üstü 3-dürsə 3-ündə də var. Demirəm cüt olsun, tək olsun. Ümumiyyətlə, neçə dənə bu kvadratın içində elektron mövcuddur? O nə demək istəyir? Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Birinci o, X-inci olacaq 9. Sonra bir dənə Z-i də tapaq. Z-in buradan X-dən fərqi odur ki, orada P üstü 3-dür, burada P üstü 1-dir. Bax, P üstü 1 yazsam axıra. P-dən artıq içindən ikisini silirəm. Boş qalır. Onda buradan 2 dənəsi getdi. 9 yox, 7 olacaq. Gələ Y-ə. Deməli, Y-də başdan yazıram yenə. 1 üstü 2. 2 üstü 2. 2P. Elə onun davamını gətirək də. Bax, Y-i X-in üzərinə düzəldəcəm. Axırda P üstü 6 eləyək. P üstü 6. Ondan sonra 3D üstü 5, 4D üstü 1. Deməli, davamında aşağıdan yazıram. 3D üstü 5, 4D üstü 1. Bura qədər bu. Bayaq 9'u var idi, düzdürmü? İndi bir dənəsi S-də olacaq. Bir dənə S-in içində. 5 dənə də D-də olacaq. 1, 2, 3, 4, 5. 9 idi 10, 15. Bu da olacaq 15. 15 dənə də Y-də var deməli. Orbital mövcud, yəni elektronu olan orbital var. Cavab olacaq elə A variantı. Səksən 6-cı suala baxaq. Qısa elektron formulu veribdir. Deyir, bu elementin atomunda neçə cütləşmiş elektron var. Elə biz onu D üstü 6-nı çəkib göstərməklə bilə bilərik. S cütdür, ondan öncə də hamısı cütdür. Bir dənə D-dədir də. Deməli, bir dənə D-ni çəksək. D-nin 5 orbital var. 6-nı burada belə çəkir. 1, 2, 3, 4, 5, 6. Deməli, neçə dənə cütləşmiş elektron oldu? Bax, bu 4 dənə. D variantı. 87-də də həmçinin cütləşmiş soruşur. Yenə D-ni çəkib göstərək. 5 xanası var. Deməli 8-i çəkib göstərir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Oldu 2 dənə təki. A variantı. 88-ci sualda deyir, qısa elektron formulu 3D üstü 10, 4D üstü 1 olan elementin dövr sistemində mövqeyini müəyyən edin. Deməli 4-cü dövr, təbəqənin nömrəsi bax 4-dür. Deməli dövr 4-cü dövr olacaq. Qrupda 10 ilə 1-i toplayırıq. Keçən dəfə də dedim. 10 ilə 1-i toplayanda 11 eləyir. Amma birinci qrup gedir, əlavə yarım qrup. 10 olmasa sadəcə 4 üstü 1 ilə bitsəydi, olacaqdı birinci A yarım qrupu. Yox, 11-dən gəlmə 1-dirsə, birinci B yarım qrupu. Yəni əlavə yarım qrup belə deyil. 4-cü dövr birinci qrupun əlavə yarım qrupu. Y variantı. 89-cu sualda deyir, 4-cü dövrün 6-cı qrupun əsas yarım qrupu. Deməli 4S üstü 2 toplayanda üstün cəmi 6 versin. D ilə toplanmasına, 4P ilə toplansın. D ilə toplansa əsas olmur, əlavə olur. Deməli 4S ilə 4B toplanmalıdır. Üstün cəmi də 6-nı verməlidir. A variantı. 4-cü dövr 5-ci qrupun əsas yarım qrupu. İndi 4S üstü 2, 4P üstü 3. 2 ilə 3-ün cəmi 5-i versin. A variantı olacaq 90-da da. 91-də deyir, qısa elektron formulu verib yenə dövrün qrupu müəyyən eləyək. Dövr olacaq 3-cü dövr, təbəqənin nömrəsi 3-dür. Qrupu da üstlərin cəmi. 5-ci qrup əsas yarım qrup, P elementidir. Deməli, 3-cü dövr, 5-ci qrup əsas yarım qrup, D variantı. 92-də də dövr 3-dür, qrup da üstlərin cəmi və əsas yarım qrupdur. 3-cü dövr, 4-cü qrup, əsas yarım qrup, B variantı.
93-də də elementin uçucu hidrogenli birləşməsinin formulu RH4-dür. Baş oksidin formulu və elementi atomunun ümumi elektron formulunu da istəyir. Deməli, hidrogenli birləşmələr haqqında onu bilirik ki, RH4 4-cü qrupdur. Yəni 4-cü qrupda RH4 olur və uçucu olur bu arada. Özü də yazıbdır onsuz da. Deməli, 4-cü qrupsa N S üstü 2, N P üstü 2 üstlərin cəmi 4-ü verməlidir. Və 4-cü qrupun baş oksidi burada müsbət 4 göstərir, oksigenə mənfi 2. Bura 2, bura 4 yazsaq, ixtisar gedir, qalır RO2. Deməli, RO2 N S üstü 2, N P üstü 2. Y variantı. Növbəti suala keçək. 94-cü sualda da elementin uçucu hidrogenli birləşməsi, uçucu hidrogenli birləşmə RH3 deyir. 2 RH3 var. Biri 3-cü qrupda uçucu olmayan, bir də 5-ci qrupda uçucu olan. Bu 5-ci qrup olacaq. Üstlərin cəmi 5 eləsin. N üstü 2, N P üstü 3. 5-ci qrupda da R müsbət 5 göstərir. Müsbət 5. Oksigenə mənfi 2, 5. R2 O5 olacaq baş oksidi. Deməli, cavabımız olacaq burada D variantı. 95-ci sualda deyir, hansı halda verilmiş atomların normal vəziyyətdə cütləşməmiş elektronların sayı doğrudur. Deməli, natrium 11. 11-i paylaşdıranda, bunu bir dənə lövhədə qeyd edək. Natrium 11. Son olacaq 3S üstü 1. Deməli, bir dənə cütləşməmiş elektron var, 1 oldu. Karbon 6. Sonu olacaq 2S üstü 2, 2P üstü 2. Yəni, P-ni çəkib göstərsə 2 dənə cütləşməmişi var. Xrom 24. Xrom 24-də sonu bilirik ki 4D üstü 1, 3D üstü 5-dir. Burada istisnadır. Deməli, bir dənə S-in də cütləşməmiş var. 5 dənə də 1, 2, 3, 4, 5 burada var. Cəmi 6 dənə cütləşməmiş elektron var. Amma bizə desə, xromda həmişə diqqətli olun. Xromda desə ki, xarici təbəqəsində neçə cütləşməmiş elektron var. Xarici təbəqə deyəndə, buradan xətt çəkəm. Sadəcə 4S bunu götürün, yəni 1. Xarici təbəqədə bir dənə cütləşməmiş var. Ümumiyyətlə, burada xarici təbəqə demirik. Elə atomların normal vəziyyətdə deyir, cütləşməmiş elektron sayı. Onda olacaq 6. Onda cavabımız 6 olur. 1, 2, 6 B variantı. 96-da deyir, eyni elektron formula malik təsirsiz qaz və ionlar arasında uyğunluğu müəyyən edin. Gəlin, bunların elektronları müəyyən edək. Kalium 19 müsbət. Yəni, 1 elektron verib. 19-dan birini çıxanda 18 elektron. Kürd 16 2 mənfi. Üstünə gəlir 2-ni, mənfi onda üstünə gəlir. Çünki elektron qəbul edib. 18. Litium 3 müsbət. 3-dən birini çıxanda 2. Xlor 17 üstünə 1 gəlir 18. 1-in üstünə 1 gəlir 2. İndi yoğunlaşdıraq. 2 olanlar 1-ə, 3-dən 5. 3, 5. Digərinə isə 1, 2, 4. 3, 5, 1, 2, 4. Cavab olacaq D variantı. 97-ci sualda deyir, element X-dir, nisbi atom kütləsi 56-dır. Deməli, 97. Elementimiz X. Nisbi atom kütləsi yuxarıda yazıram. 56. Neytron sayı 30. Onda bunun sıra nömrəsi 26 olacaq. Deməli, 26-cı elementdir. İndi deyir, X atomunda S, P və D orbitalarında olan elektron sayı üçün hansı doğru münasibəti müəyyən edin? Yəni, sayı üçün doğru münasibəti müəyyən edin. Deməli, 26-nı paylaşdırmalıyıq biz. 26-nı paylaşdıranda 1S üstü 2, 2 üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, sonra 4S gəlir, onu kənardan 4S üstü 2 yazıram, sonra 3D üstü 6 eləyəcək, toplam 26 eləməsi üçün. İndi gəlin sayaq, SP-də yazıram, S, D, D, toplayaq. S-ləri toplasaq, 1S2, 2S2, 3S2, 4S2, 8 dənə S var. P-lər 2 dənə 6, 6, 12 dənə P var, D də 6-da. İndi biz bunu müqayisə eləsək, ən çox olacaq, deməli, P böyükdür S-dən, o da böyükdür D-dən. Cavabımız olacaq A variantı. İndi 98-ci sualda da elementin nisbi atom kütləsi 55-dir. Bax, elə aşağıda yazıram 98-in özü şərtin altında. Nisbi atom kütləsi 55-dir, neytron 30-dur, bu olacaq 25. 25-i paylaşdıranda axır olacaq 4D üstü 2, 3D üstü 5. Yəni, bir dənə burada 97-ci sualda dəyişiklik edib, bunu 98-ci sual eləsək, olacaq 25. 25 olanda da 3D üstü 5 olacaq.
Yəni D6 yox, D-miz bir dənə 5 olacaq. Fərq bir dənə budur. Yenə biz burada indi müqayisə eləsək, P böyükdür S-dən, o da böyükdür D-dən. Olacaq D variantı. (99-cu suala baxaq. Deməli, əsas yarımqrup elementləri metal, bir də qeyri-metal. Birləşmələrdə maksimum oksidaşma dərəcələrini verib, deyir, atomun ümumi elektron formulu. Maksimum oksidaşma dərəcələri qrupun nömrəsinə bərabərdir. Yəni, qrupun nömrəsi, deməli, metalda 3-dür, 3-cü qrupdur. Deməli, NS2, NP üstü 1, üstün cəmi 3 verməlidir. Müsbət 5-dirsə maksimum, deməli, 5-ci qrupdur. Üstlərin cəmi 5 versin. NS2, 2, NP üstü 3. Deməli, burada cavabımız olacaq D variantı. 100-cü sualda deyir, elektronların energetik səviyyələrindəki sayları üçün hansı münasibət doğrudur? Deməli, 13-ü paylaşdırırıq ilk öncə. 13, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 1. Deməli, burada bu mörtəzə şəklində verilənlər təbəqələrdir. Bax, o mörtəzə birincisi, bu hissədir, yəni 1s üstü 2. Yəni, burada 2 elektron var. Bax, birinci mörtəzənin aşağısına yazıram 2. Sonra burada 2-nin altında cəmi 8 elektron var. Bu A-nın yerində 8 durur deməli. Bu arada A-mız bərabər oldu 8-ə. Sonra digərində isə 3 olur. Bax, digər mörtəzəyə də 3 yazıram. Mörtəzə deyil, təbəqədir. Yəni, belə oxşadığı üçün deyirəm. Deməli, təbəqələrdəki elektronlar sayların uyğun olaraq qeyd elədik. Deməli, birinci təbəqədə 2 elektron, ikincidə 8, digərində 3. İndi, yəni, buradan A-nın qiymətini bildik. B-ni, C-ni, K-ni, hamısı bu qaydada tapmalıyıq. Sonra müqayisə eləyəcəyik. İndi 20-ni paylaşdırıram. Deməli, 20. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3 üstü 2, 3p üstü 6, bir də 4s üstü 2. Burada belə ayıram. Yəni, 3 ilə 4-ün arasını ayıram. İndi birinci təbəqədə burada 2-dir, burada 8-dir, burada 8-dir, burada 2-dir. Deməli, 2-dir, burada da yazıram 8-dir. B-nin yerində 8 duracaq, aşağıda yazıram B bərabər 8-ə. Bir də C-nin yerində də 2 duracaq. C də bərabərdir 2-yə. Belə. İndi gələk 26-nı yazaq. 26, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6. Sonra uzaqdan 4s üstü 2-ni yazıram. Sonra 20 ilə də 6 qalır. 3d üstü 6. 3 ilə 4-ün arasını xətt çəkək. Deməli, burada olacaq 2, 8, burada olacaq, deməli, 14, burada da olacaq 2. Deməli, bura 2, bura 8, sonra K olur 14, deməli, K bərabərdir 14-ə. Sonra Y gəlir, Y də bərabərdir 2-yə. 2-yə. Aha, indi gəlin müqayisə edək. Burada ən böyüyü 14-dür. A-dan, B-dən, C-dən, hamısının böyük K-dır. Deməli, K ən böyükdür, müqayisə edəndə K böyükdür. Deməli, B də 8-dir, A da 8-dir. A ilə B bir-birinə bərabərdir. K böyükdür, A ilə B bərabərdir bir-birinə, yəni bundan kiçiklər. Bu da böyükdür, bu cütlükdə. C ilə də Y bir-birinə bərabərdir. Hər ikisi 2-2. C bərabərdir Y. Deməli, doğru cavab olacaq burada Y variantı. 101-ci suala baxaq. Deməli, burada bizə iyonların elektron formullarını veribdir. Amma iyonların elektron formuludur, yəni bu arada elektron alandan, verəndən sonraki halıdır. Bizə deyir ki, iyonların elektron formuluna əsasən X, Y və Z elementlərindən hansılarının dövr sistemində yeri doğrudur. Deməli, gəlin X-in özünün elektron formulunu müəyyən eləyək. Və bunu toplasaq, bu option neçə eləyir? 18. Deməli, X üstündə, burası 2 mənfidir, 2 mənfi, bunun 18 elektron var. X 20-miş. X də 20 isə X-in qısa elektron formulu 4s üstü 2 budur. Yəni, X 4-cü dövr 2-ci qrupdur. 4-cü dövr 2-ci A yarımqrup. Baxaq, şöyle X elədir, 4-cü xeyr, yanlışdır. Deməli, X-inki yanlışdır. X-in üstünə xətt çəkirəm. Gələk Y-ə. Y-də deməli, toplayanda 10 eləyir, 10 elektron. Bu da müsbətdir. 11 imiş ki, birinci xanda eləyir. İndi Y 11. 11, bu müsbət, bu da 10. 11-i paylaşdırırıq. Olacaq, axıra 3s üstü 1. Yəni, 3-cü dövr 1-ci qrup. Onda, deməli, 3-cü dövr 1-ci qrup. Heç bu da uyğun gəlmir ki. Heç bu da uyğun gəlməyəcək. Yeri doğrudur. Dəqiq baxdıq da biz buna.
Deməli, hə, Y-də uyğun deyil. Bir dənə baxaq. X-ə bir dənə də baxım onda. 2 elektron alıb. Mən X-də yanlışlığa yol vermişəm. Üzrü sayın. Üzrü sayın. Deməli, 101, həmin bu 101-in sualının X-ində mən X üstü 2 mənfi 2 elektron alıb 18 necə ola bilər? Bu 16 imiş. X 16 imiş. 16 üstünə 2 gələndə 18 eləyir. Deməli, 16-nın üstünə 2 gələndə 18. 16-nı paylaşdıranda isə 3S üstü 2, 3P üstü 4. Yəni, 3-cü dövr 6-cı qrup. X doğrudur. X doğrudur. X-i götürürük. Y-amma yanlışdır. Y-i düz yazmışam. Deməli, X-də səhv eləmişəm. Üstündə 2 müsbət olsa mən deyən kimi olardı. Bu mənfi də elektron alıb 18 olub. Belə, keçək Z-ə. Deməli, Z-də obşi toplayanda 18, bu da, deməli, burada 2 elektron veribsə, xarici təbəqədən verib. Axırı 4S2 ilə bitirmiş özü. Elə olmalıdır ki, o verəndə xarici təbəqədən verir 2 dənə elektronu. Yəni, obşi 30 imiş ki, belə deyək. 30-dan 2-sini çıxanda indi 28 qalıb burada. Yəni, Z burada 4-cü dövr, sonunda bax, indi buranı hesablasaq. 4-cü dövr, üstlər 12 olanda 2-ci B yarım qrup olur. 2-ci B. Deməli, 4-cü dövr 2-ci B. Deməli, Z isə yeri yanlışdır, yəni. Z görürük ki, yəq 7-ci qrupa. Deməli, yanlışdır. Yəni, 2 elektron verəndən sonra olubdur bu şəkildə. Onu 2 elektron qaytardıq, qoyduq yerinə. Onda 4-cü dövr 2-ci B yarım qrupu olur. Yəni, uyğun deyil. Burada ilə uyğun olan yalnız X olacaq. B variantı. Deməli, 102-də. Burada diqqətli olalım, deməli. 10. Bu 10'dur. 3'ün verib. Yəni, 13 imiş ki, 3'ün verib 10 olubdur. Yəni, 13'ün paylaşması 3S üstü 2, 3P üstü 1. 3-cü dövr 3-cü qrup. 3-cü dövr, bəli, X doğrudur. Amma bizdən bu dəfə doğru deyil soruşur. Deməli, X-i götürməyəcək. X doğrudur, amma X-i götürmürük. X-in üstündən onda yazıram ki, X-ə plus qoyuram. Yəni, X doğrudur. Bir belə qoyaq. Sonra, deməli, Y-ə baxaq. Y 10 elektrondur yenə. Bu da 12 imiş ki, ikisini verəndə 10 qalıb. Yəni, sonu 3S üstü 2 ilə bitir. 3-cü dövr 2-ci qrup. 3-cü dövr 2-ci qrup. Bax, Y yanlış veriblər. Y-in yeri bax, bura olmalıydı. Sonra, deməli, Z-ə baxıraq. Z-də obşi 18 elektrondur. Bu da 1-in alandan sonra, bax, 18. 1-in alıb, yəni 17 imiş ki, 1-in alıb olub 18. 17-nin də axırı elektron formulu olacaq. Deməli, 3S üstü 2, 3P üstü 5. Yəni, 3-cü dövr 7-ci qrup. Z 3-cü dövr 7-ci qrup olmalıdır. Amma 4-cü dövr 6-cı qrupdur. Yəni, Z də yanlışdır. Elə bizdən yanlışları soruşduğuna görə cavab Y-lə Z olacaq. D variantı. %3-də bizə verib cüt elektronlu və tək elektronlu orbitalların sayını veribdir. Deyir, elementləri əmələ gətirdiyi birləşmələrin formulunu müəyyən edin. Yəni, biz burada əvvəlcə bunların qruplarını müəyyən etməliyik. Deməli, yazırıq. Məsələn, birinci X-dən başlayırıq. Cüt elektronlu 6-dırsa, 1 üstü 2, 2 üstü 2, 2P üstü 6. Bir cüt bunda dolu, bir cüt bunda dolu formada yazmışam. Da çəkib göstərməm. Bir cüt bunda 1, 2, 3, 4, 5'in yazmışam. Onda mən gərək bir dənə 3S üstü 2 yazam. Bu da dolu vəziyyətdə, yəni doludur axırı. 6 dənə cütümüz var hal-hazırda. Tək elektronluq 0. Deməli, axırı ilə 3S üstü 2 ilə bitir. Deməli, X-in elektron formulu budur. Onda X-in qrupunu müəyyən edirik. X-in qrupunu müəyyən edəndə 3-cü dövr 2-ci A yarım qrupu. Bax, X oldu belə. Və eyni qaydada Y qeyd eləyək. Deməli, Y-in X-dən fərqinə baxın. Orada cüt elektronluğu 6 idi, burada 7-dir. 7-dir, tək elektronlu 2-dir. Deməli, bunun axırda 1 üstü 2, 2 üstü 2, 2P üstü 6, 3 üstü 2. İndi bir dənə 3P üstü mən P-ni elə yazmalıyam. Oradan da bir dənə cüt gəlməlidir. P üstü 4 yazım gərək. 4 yazam ki, gərək 1, 2, 3, 4. Deməli, bir dənə də cüt əlavə olundu. Oldu 7. Bayaqkına fərq budur da. 2 dənə də tək var. Bəli, 7 dənə cüt elektronlu orbitalımız var. Bir dənə də tək elektronlu. Y-ində neçənci qrup oldu? Y-in qrupu üstlərini toplayanda 6-cı qrup. Y oldu 6-cı A yarım qrupu. Bunları yadda saxlayaq. Yəni, indi bizə lazımdır bunları birləşdirmək. İndi gələk Z-i qeyd eləyək. Z cüt elektronlu 4-dür. Deməli, 1 üstü 2. Bununki 1. 2 üstü 2. Bununki də dolu.
2p üstü, mən indi p üstü 6 yazsam 3 dənə gələr, olar 5. 4 olması üçün p üstü deməli 5 yazacam. P üstü 5. P üstü 5 yazanda 1, 2, 3, 4, 5. Deməli bir dolu bu, bir dolu bu, bir dolu, bir dolu. 4 dənə dolu, bir dənə də tək. Bəli, uyğun gəlir tamamilə. Bəs bu neçənci qrupdur? S-lə P-ni toplayırıq. 7-ci qrup. 7-ci A yarım qrupu. İndi gələk birləşmələrə. Birinci X-in Y-i birləşdiriblər. Yəni X-in Y-i qoyaq yan yana. X-in qrupu neçə oldu? 2-ci qrup. Y-də 6-cı qrup. X 2-dirsə, sol tərəfdə duranda qrupun nömrəsi, yəni müsbət 2-ni göstərəcək. Y-də 6-dırsa, sağ tərəfdə duranda qrupun nömrəsindən 8-i çıxıb minimum göstərir. 6-dan 8-in -2. Onda 2-ləri yazsaq, ixtisar gedəcək, elə formun x-y olacaq. Birincinin formulu x-y-dir. Gələk ikinciyə. Bu dəfə x-lə z birləşdiriblər. X yenə solda durub, qrupu müsbət 2, qrupu 2-dir, yəni müsbət 2 olacaq. Z isə 7-ci qrupdur, baxın. Bu da minimum göstərəcək, 7-dən 8-in çıxanda -1. Çarpaz yazanda 1x-in x-ə yazmırıq, 2-ni z-ə yazanda x-z2. x-z2. İndi y-lə z birləşdirək, y-z. Y solda durub qrupun nömrəsini göstərir, göstərməlidir. 6-cı qrupdur. Solda duranda müsbət 6. Z də sağda duranda minimum göstərir. Yəni 7-dən 8-in -1. Bu da olacaq çarpaz yazanda y-z6. y-z6. Deməli doğru cavabımız olacaq burada Y variantı. 104 yenə eyni tipli bir sualdır. Yine qeyd eləyək onda, yenə də yazaq. Cüt elektronlu 5 olan. 104-də biz 103-cü sualdan istifadə edə bilərikmi? Var mı idi orada 5-1 olan? Yox. Yəni özümüz biləndə yazaq sərbəst. Deməli yazaq ki, x üçün 1 üstü 2, 2 üstü 2, 2p üstü 6 yazsam, 3, 4, 5. Deməli bu da doludur. Bu da doludur. Hələ S-də yazacam indi. Bu da dolu. 5 dənə dolusu var. Bir dənə tək olmaq üçün 3S üstü 1. Gələk sonluğu belə bitirək ki, burada bir dənə təkimiz olsun. Deməli, X neçənci qrup oldu? Birinci A yarım qrupu. Gələk Y-də. İndi cüt elektronlu 4. 1 üstü 2. Bir cüt bunda. Bir cüt bunda. 4 olmaq üçün 2P üstü deməli 5 yazım ki, gərək. İkisi də buradan gəlsin. 1, 2, 3, 4, 5. 2 dənə buradan, bir dənə də təkimiz qalır. Və neçənci qrup oldu? S-lə P-nin üstünü toplayırıqları. Eləyəcək 7-ci qrup. 7-ci A yarım qrupu. Gələk Z-ə. Z deməli cüt elektronlu deyirsə 1 üstü 2, 7 dənə deyirsə 1 üstü 2, 2 üstü 2, 2P üstü 6, 1 bunda, 1 bunda, 3 dənə bunda, elədi 5. Deməli 6, 7. Deməli bir dənə 3 üstü 2 yazsaq 6. İndi bir dənə elə yazaq ki, bir dənə cüt olsun P-də. P-də bir cüt olmaq üçün 3P üstü 4 yazarıq. Həqiqətən 1, 2, 3, 4. 2 dənə də təkimiz qalır bax burada. Orada da 2 tək verib elə. Bu da 2 ilə 4-cü əmin qrupumuz olacaq. 6-cı A yarım qrupu. Gəlin bunların formullarını quraq. Birinci X-dən Y X-dən Y birləşdiririk. X neçənci qrupuydu? Birinci. Y-də 7-ci. X 1-dirsə solda durub, elə müsbət 1. Y-də 7-dirsə sağda duranda 7-dən 8-in çıxanda -1 minimum göstərir. Formula ilə X, Y olacaq. Birinci oldu X, Y. Sonra deməli X-lə Z-i birləşdiririk. X və Z. X solda durub, yenə qrupu 1 idi, müsbət 1. Z 6-cı qrupdur. 6-dan 8-i -2. 2, 1. 1 də yazılmır. X2 Z. Sonra Z və Y. Z solda durub, deməli qrup neçədir? 6-cı. Elə müsbət 6 göstərəcək. Y-də sağda duracaq. Y-in qrupu neçədir? 7. 7-dən 8-i -1. Çarpaz yazanda Z, Y6 olacaq. Y6. Deməli doğru cavabımız olacaq C variantı. 105-ci suala baxaq. Deməli 105-də kükürt 16, 2 mənfi və arqon 18 üçün ümumi olanlar. Radius baxaq görək.
Radiusu eynidirmi? Radiusları eyni ola bilməz bunların. Ayrı-ayrı bunlar deməli elementlərdirlər. Eyni bir iyonda məsəl üçün müqayisə edib deyə bilərik. Bir də fərqlidirsə bunlar sıra nömrəsinin əksinə götürürük. Burada sıra nömrəsinin əksinə müqayisə olunur radius. Elektronlar eyni olanda. Bax burada da 18'dir, bu da 18'dir. Onda 16 küçürdünkü arqondan çox olar. Sonra yəni bir yanlışdır. Elektron təbəqələrinin sayı. Elektron təbəqələrin sayı eyni olacaq. Ona görə ki, hər ikisi 18'i paylaşdıranda sonu 3s2, 3p6 ilə bitir. Bəli, təbəqə 3'dür hər ikisində. Bu eynidir. Xarici elektron təbəqəsindəki elektronun sayı. Elə bunun özü də eynidir. Çünki bu hər ikisinin elektron formulu o iyon şəklində 18 edir. Bunun özü də elə 18 ümumilikdə elektronları eynidir də. Yəni elektron paylaşmaları eynidir. Ona görə xarici elektron təbəqəsində 8 elektron bunda var, 8 bunda var. İyonlaşma enerjisi. İyonlaşma enerjiləri eyni ola bilməz. Yəni heç birinin iyonlaşma enerjisi eyni deyə bilmərik. Sonra tam dolmuş elektron ortalarının sayı eyni olduğuna görə elektron formulları. Bəli, tam dolmuş elektron ortalarının sayı eyni olacaq əlbəttə ki. Deməli doğru cavab 2, 3, 5. 106-da deyir xrom 24-52 və manqan 25-55 atomları üçün eyni olan nədir? Baxaq görək neytronların sayı. Bir dənə çıxaq neytronları tapaq. Xromda 28 neytron eləyəcək çıxanda. Manqanda isə 30 neytron eləyəcək. Xeyr, neytronlar eyni deyil. D elektronlarının sayı. Deməli, D elektronların sayı xrom 24. Xrom 24'ü paylaşdırsa, sonu 4s1, 3d5-dən bitir. Manqan 25'i paylaşdıranda 4s2, 3d5-dən bitir. Bəli, D-də hər ikisində 5 elektron var. D-lərin sayı eynidir. S-lərin sayı eyni deyil. Elə buradan görürük. Birində 1 S var, birində 2 S var. Yəni S-lərin eyni olma şansı yoxdur qətiyyən. Deməli, yox. Amma P-ləri eynidir. P-ləri çünki buradan əvvəl P3, P6'ları var hər ikisinin. 2 P6'ları var. 12 P elektronu xromda var, 12'si də manqanda var. Ona görə deməli P-ləri eynidir. Cavab olacaq 2, 3. 107-ci sualda deyir, hansı iyonların elektron formulu maqnezium 12 2 müsbət iyonun elektron formulundan fərqlənir? Deməli, maqneziumda neçə elektron var? 12-dən 2-ni çıxan 10 elektron. İndi hansının da 10 deyilsə, cavabı olacaq. Bax, birinci də 10'dur. 18'dir, 10'dur, 18'dir. İndi hansı fərqlənir? Əlbəttə ki, 18 olanlar, 10 olmayanlar, yəni. Cavab olacaq 2, 4. 108'də də deyir, yenə hansı elektron formulları metallara aiddir? Hə, bu dəfə deyir metallara aiddir. Deməli, onu deyim ki, birinci, ikinci, üçüncü qrup elementləri metallardır. İndi istisna var ki, birinci qrupda hidrogen istisnadır, üçüncü qrupda bor istisnadır, ikinci dövr, üçüncü qrup. Bir də ki, metallar hansılardır? Bir də D elementləri, F elementlərində F'lər heç, F'ləri vermirlər. Deməli, D elementlər. D elementlər metaldır. 3'ü silirəm. Burada 3 D elementidir. Onu sildim. Bax, metallara aid deyil birinci. Çünki 7-ci qrup əsas yarım qrup elementidir. İkinci metaldır. Çünki birinci qrupdur. Dördüncü qeyri-metaldır. 6-cı qrup qeyri-metaldır. 4, 5, 6, 7 bunlar qeyri-metaldır da. Əsas yarım qrup elementləri. 5-ci qeyri-metaldır. Amma 6-cı metaldır. Çünki 2-ci qrupdur. Belə. Deməli, cavab 1, 4, 5. 109'a baxaq. Deyir ki, N və X-in hansı qiymətinə atom həyəcanlana bilər? Gəlin bir dənə qoyaq yerinə. Məsələn, birincini yoxlayıram. N-in yerinə 2 qoysam, 2S üstü 2, 2P üstü, X-in də yerinə 1 qoyuram. Bu həyəcanlana bilərmi? Bəli, həyəcanlanacaq. Çünki S-in bir dənə cütü var. P-də də boş yeri var. Bax, həyəcanlananda S-in biri keçəcək P-yə. Olacaq 2S üstü 1, 2P üstü 2. Bəli, birinci həyəcanlana bilər. Götürdük. Sonra ikincini yoxlayırıq. İkincidə deməli N-in yerinə 3 qoyuruq. X-in yerinə 5. Olacaq 3S üstü 2, 3P üstü 5. Görə həyəcanlana bilər. Bəli, həyəcanlanacaq. Çünki 3D üstü 0. D-də boş orbitalımız var bizim. Deməli, P-nin də 3 dənə. 1, 2, 3, 4, 5. D-nin də boş 5 dənə yeri. Deməli, 3 dəfə həyəcanlanacaq. 3 dənə cütümüz var. 1, 2, 3. 3 dəfə həyəcanlanır. Xlor atomunda 3 dəfə həyəcanlanır. Normalda bir təki var. Sonra həyəcanlanır olacaq 3, sonra 5, sonra da 7. Bəli, ikincini də götürdük. Sonra 3'ü yoxlayırıq.
N'in yerinə 2 qoyanda 2s üstü 2, 2p üstü 2s, yəni 5. Bu artıq burada 2D mövcud deyil. Keçməyə yeri yoxdur. Bax, cütümüz var. 1s-də, 2s-də p-də. 3 dənə cütümüz var. Amma keçməyə boş orbitalımız yoxdur. Keçirməyə yəni. Ona görə həyəcanlanmayacaq. Flyordur bu. Flyor elementi də həyəcanlanmır. Sonra n'in yerinə 2 qoysaq, dördüncüdə 2s üstü 2, 2p üstü 6. Bu da p üstü 5 yox, p üstü 6 olacaq. Yenə də burada keçməyə yeri yoxdur. Yenə həyəcanlanmır. Doğru cavab 1, 2. İndi 110-da isə deyir, həyəcanlana bilməz. Həyəcanlana bilməz deyəndə yenə bir məcbur, yəni bunu qoymaq lazımdır. Birincidə 2s üstü 2, 2p üstü 1. Bu həyəcanlanacaq, çünki s-də cütümüz var, p-də də boş yerimiz var. Biri silirəm. Bizdən həyəcanlana bilməyənləri soruşur da. Deməli, ikinciyə baxıraq. 2s üstü 2, 2p üstü x, yəni 5. Bunu bayaq dedik. Dedik ki, həyəcanlanmır. Çünki 2-də burada doludur. Cütümüz də var. Bir dənə təkimiz var, boş xana yoxdur, boş orbital yoxdur. 2-də D orbital da mövcud deyil ki, keçirək. Yəni həyəcanlana bilməyən biri bu flyordur. Flyor həyəcanlana bilmir. Sonra üçüncü. N'in yerinə 3 qoyuruq. 3s üstü 2, 3p üstü 5. Həyəcanlanacaq, çünki 3d üstü 0 var burada. Yəni cüt elektron da var, çəkib göstərsək 3 dənə cütümüz var, bayaq bunu dedik. 5 dənə boş yerimiz var, həyəcanlanacaq, götürmürük. Sonra deməli, dördüncü yazsaq 2s üstü 2, 2p üstü 6. Deməli, cüt elektron var. 1. Amma boş orbital yoxdur burada. Çünki 2-də D mövcud deyil. Deməli, həyəcanlanmayan bir də bu olacaq. Doğru cavab 2, 4. 111-ci suala baxaq. Elektron formulları, deməli, 3s üstü 2, 3p üstü 6 olan x19n, y16m iyonlar üçün nə doğrudur? Deməli, hər ikisinin deməli, elektron formulunu veribdir, eynidir elektron formulları. İndi nə doğrudur, onu seçməliyik. Deməli, x yazıram 19 üstündə n. Deməli, 3s üstü 2, 3p üstü 6-nın əvvəlində yazsaq 18 elektron deməkdir bu. Yazıram 18. Elektron 18-si üstün yükü necəymiş? Üstün yükü müsbət. Müsbət 1, yəni. Müsbət 1 imiş ki, 19-dan birinci çıxanda 1 elektron verib 18 qalır. İndi y16 üstündə m. Bunun da 18 elektron var. Çünki elektron formulları hər ikisi belədir. Onda 16-dan 18-ə gəlsə, bu da mənfi 2 elektron qəbul edibdir. Olub 18. Hər ikisini bildik. İndi müsbət olan x katyondur. Katyon. Mənfi yüklənən iyon isə aniyondur. İndi görək burada nə doğrudur? Seçək. X katyondur, y aniyondur. Bəli, 1 də doğrudur. Deməli, 2 də doğrudur. İyonların əmələ gətirdiyi birləşmə x y-dir. Xeyr, bu yanlış olacaq. Deməli, x-lə y-i yan-yana qoysaq, x müsbət 1, y mənfi 2. x2 y olmalıdır formul. Səhvdir. N-lə m-in cəmi mənfi 1. Toplayaq, n müsbət 1-dir, n-də mənfi 2-dir. 1 ilə mənfi 2-nin cəmi elə 1 çıx 2 bərabərdir mənfi 1. Bəli, 4 doğrudur. Götürürük. X və y eyni qrup elementlərdir. 19 ilə 16-na gələk onda paylaşdıraq ki, 19 ilə 16-na. Oradan bilək qrupların. Deməli, qarşısında bir dənə yazıram. 19-un paylaşması olacaq axırı 4s üstü 1. 4-cü dövr 1-ci qrupdur. 16 isə 3s üstü 2, 3p üstü 4. 3-cü dövr 6-cı qrupdur. Axı, eyni qrup olmadı. Biri 1-ci qrupdur, biri 6-cı qrupdur. Yanlışdır. Eyni dövr elementlərdə xeyr. Dövrlərdə görürük ki, x 4-cü dövrdür, y 3-cü dövrdür. O da yanlışdır. Doğru cavab 1, 2, 4. 112-ci suala baxıraq. Deməli, burada da yenə, bax, 1s üstü 2 də yazsaq bura, toplam 10 eləyir, 10 elektron. Deməli, yazıram ki, x 12, elektronu 10-dur, üstü də n. Onda bu n burada nə olacaq? N olacaq, müsbət 2. 2 elektron verib 10 elektron qalır. Eyni qaydada y7 üstündə m, yenə bunun elektronu 10-dursa, bu dəfə m-də mənfi 3-dür. 7, 3 dənə elektron qəbul edib, ona görə mənfi 3-dəndir. Deməli, n-lə n-in cəmi 0-dırmı? Xeyr, bu yanlışdır. Çünki 2 ilə mənfi 3-ün cəmi toplayanda elə çıxıram. Mənfi 1 eləyir. Deməli, 1 yanlışdır. Biz burada doğruları götürməliyik. İkincidə deyir, x atom radiyusu y atom radiyusundan böyükdür.
Deməli, biz burada bilirsiniz necə müqayisə eləyəcəyik. Radiusdan x-in radiusudur, y-in radiusundan böyükdür. X burada deməli metaldır, x metaldır. Y də qeyri-metaldır. Ona görə x atomunu deyir. Bu atom deyirsə, yəni ion şəklində müqayisə edilir, atom şəklində. Biri metaldır, biri qeyri-metal. Metalın radiusu qeyri-metaldan yüksək olur həmişə. Çünki metallıq xassəsi artan istiqamətdə artır da radiusu. Radiusu yüksək olanda metallıq yüksək olur. Ona görə ikinci doğrudur. Sonra 3-dədir ionların əmələ gətirdiyi birləşmə x3y2-dir. x3y2 gəlmədən baxaq. X-dən y qoysaq yan-yana, x neçə yüklənib? Müsbət 2, üstünə yazır müsbət 2, y-də mənfi 3. x3y2, bəli, 3 də doğrudur. 3-ü də götürürük. 4-də x və y eyni dövr elementlərdir. X-dən y-in öz dövrlərini bir dənə müəyyən eləsək, deməli 12-ni paylaşdıranda sonu olacaq 3s üstü 2. Oldu 3-cü dövr. 7-ni paylaşdıranda 1s üstü 2, 2s üstü 2, 2p üstü 3. Bu oldu 2-ci dövr. Xeyr, dövrləri eyni dövr deyil, yəni 4-ü götürməyəcəyik. X S elementidir, bəli, 3s üstü 2 ilə bitir. S elementidir, 5-i götürür. Y7 M ionunda cütləşməmiş elektron yoxdur. İonunda deyil. Bəli, ionunda axırı P üstü 6 ilə bitəcək. Onların verdiyi elektron formunu var, P üstü 6. Tamamilə cütləşib, yəni cütləşməmiş elektron yoxdur. 6 da doğrudur. Özünün normal halına getsə, özündə vardı tək elektron deyil. Axırı 2 P üstü 3 ilə bitir. İonunda deyir. Yəni onun paylaşmasına söhbət gedir burada. Ona görə cüt elektron, cütləşməmiş elektron yox, yəni tək elektron yoxdur. Doğru cavab 2, 3, 5, 6. 113-cü sualda yenə eyni sualdır. İndi bu dəfə nə idi? Yenə deyir, nə doğrudur? Sadəcə bayaq 12 idi, indi 11-dir. Yenə 10 ümumilikdə 10 elektron olanda burada deməli x11 əgər 10-dursa müsbət 1 yüklənəcək. Y7 yenə 10 olması üçün m-in də qiyməti mənfi 3. Burada bir də n yazın. M bərabər müsbət 1. Bəli, indi n ilə m-in cəmi 1 ilə mənfi üçün cəmi mənfi gelir. Bəli, 1 doğrudur. Baxaq, doğruları götürək. Sonra 2-də y atom radiusu, x atom radiusuna bax. Deməli, x-i paylaşdıranda öz sıra nömrəsin. 3s üstü 1-dir, metaldır. Y isə 1s üstü 2, 2s üstü 2, 2p üstü 3-dür. 5-ci qrupda qeyri-metal. Yəni x metaldır, bu qeyri-metaldır. Metalla qeyri-metal atomun deyir də, ionların demir. Ümumiyyətlə, bu atomların biz radiusunu müqayisə eləsək, x-in 2 y-dən böyükdür. Bu deyir, y atom radiusu x-dən böyükdür. Ona görə 2-ni götürməyəcək. 2 yanlışdır, çünki x y-dən böyükdür. X və y müxtəlif dövr elementlərdir. Bunu görürük buradan. X 3-cü dövrdür, y 2-ci dövrdür. Təbəqə nömrəsini görürük də. Bəli, müxtəlifdirlər. İonların əmələ getdiyi birləşmə, gəldən birləşmə yazaq x y, x müsbət 1, y mənfi 3 göstərir. Olacaq çarpaz yazanda x3 y. Bəli, 4 doğrudur, 4-ü götürürük. X atomda bir cütləşməmiş elektron var. Bəli, x-ə baxan 3s üstü 1. Çəkib göstərəndə bir dənə tək elektron var. Doğrudur. Y7 M ionunda 3 cütləşməmiş elektron var. Və deməli, bu çaşdırıcıdır ki, Y7-ni paylaşdıranda bəli, 3 dənə cütləşməmiş var. Amma ionunda deyir. Atomunda desəydi 3 dənə cütləşməmiş olardı. İonunda deyəndə onun paylaşmasından söhbət gedir. Onu da bayaq verib 2s üstü 2, 2p üstü 6 belədir də onun paylaşması. Orada cütləşməmiş elektron yoxdur. Cütləşib tamamilə. Ona görə 6-cı yanlışdır. 114-cü suala baxaq. Deməli, x birinci qrup elementidir, birinci A yarım qrupu, y 5-ci A yarım qrup elementidir, z də 7-ci A yarım qrup elementidir. Dövrləri eynidir. Bu arada x metaldır, digərləri qeyri-metal. Qeyri-metal. Görə indi nə deyir? Elə belə bunları qeyd elədim, hələ oxumamışıq. Hansı ifadələr doğrudur? X və Z elementləri ion rabitəli X-Z birləşməsinə əmələ gətirir. X-lə Z baxaq. X-lə Z biri metal, biri qeyri-metalsa, bəli, bu ion rabitə olacaq. Bir dənə görək, doğru birləşdiriblər. X birinci qrupdur, müsbət 1, Z də 7-ci qrupdur. 7-dən 8-ini çıxaraq minimum göstərir sağda duran element, mənfi 1. Bəli, 1-1 yazılmır. X-Z birləşməsinə əmələ gətirilir. 1 doğrudur, biri götürdük. Sonra Z-in reduksiyacılıq qabiliyyəti X və Y-dən böyükdür. Z-in reduksiya, xeyr, bu yanlışdır. Reduksiyacılıq metallarda yüksək olur. Metallıq artan istiqamətdə artır. Yəni, X-in reduksiyacılığı böyükdür bunlardan. Ona görə ikinci səhvdir.
Y-Z5 birləşməsi kovalent birləşmədir. Y-lə Z, deməli hər ikisi qeyri-metal olduğuna görə, bəli, bu birləşmə həqiqətən kovalent birləşmədir. Bu şəkildə də birləşə bilərlərmi? Bəli, bilərlər. Y deməli solda durub 5-ci qrupdur, müsbət 5 göstərir. Z sağda durub 7-dir. 7-dən 8-i -1. Çarpaz yazanda Y-Z5. Bəli, doğrudur, özü də kovalent rabitədir. Çünki ikisi də qeyri-metaldır. Biri metal, biri qeyri-metal olanda ion rabitə olur. Hər ikisi qeyri-metal olanda kovalent rabitə olur. Deməli, 4-də deyil, Y-in atom radiusu X-dən böyük, Z-dən kiçikdir. Deməli, Y-in atom radiusu, xeyr, və indi onu deyim ki, içində ən yüksək atom radiusu olan X-inki olacaq. Çünki X-in atom radiusu X metaldır, metallıq istiqamətini artır. X-inki böyükdür. Y-lə Z-i də müqayisə eləsək, atom radiusu qrupu kiçildikcə böyük olur. Yəni, Y-inki Z-dən böyükdür. X Y-dən, o da Z-dən böyükdür. Belə müqayisə eləyərik. 4 deməli yanlış oldu. 5-cidə deyir, X, Y və Z elementlərinin elektromənfiliyi ən böyük olan Z-dir. Elektromənfiliyi soldan sağa, aşağıdan yuxarı artır. Bunlar da eyni dövr olduğuna görə soldan sağa ən qrupu çox olan, qrupu böyük olan. O da Z-dir, bəli, ən böyük olan Z-dir, doğrudur. 5-i götürürük. Doğru cavab 1-3-5. 115-də də yeni baxaq sualdandır. Deməli, X birinci qrupdur. Y olacaq 5-ci qrup. Z də 7-ci qrup. X yenə metaldır. Bunlar qeyri-metal. Yəni, indi deyir, hansı doğru deyil. X və Z ion rabitəli, bayaqçıdır da elə. X-lə Z, bəli, X-lə Z ilə ion rabitəli birləşmələ gətir. Bu doğrudur, amma götürməyəcək. Səhvləri istəyir bizdən. Biri metal, biri qeyri-metaldır. Birləşəndə bu şəkildə birləşir. Sonra Z-in reduksiya edicilik qabiliyyəti X və Y-dən böyükdür. Z-in reduksiya ediciliyi yox, X-in reduksiya ediciliyi böyük olacaq. Metallığı yüksək olan reduksiya ediciliyi böyükdür. Səhvin biri elə ki, Y-Z5 birləşməsi ion rabitə. Y-lə Z hər ikisi qeyri-metaldır. Qeyri-metalla qeyri-metal arasında kovalent rabitə olur. Səhvdir, ion deyil. Elə bir də səhvin biri 3-dür. Sonra deməli, Y-in atom radiusu X-dən böyük, Z-dən kiçikdir. Burada X-in atom radiusu böyükdür. X-in atom radiusu böyük olacaq. Y-dən, o da Z-dən. Yanlışdır 4-də. Metallarda yüksək olur atom radiusu, qeyri-metaldan. Sonra X, Y və Z elementləri elektromənfili ən kiçik olan X-dir. Bəli, elektromənfili qeyri-metallarda yüksək olur. Metallarda ən zəifdir və ən kiçiyi X-dir burada. Yəni, burada eyni dövr elementidir. Qrupu kiçik olanın elektromənfiliyi ən kiçikdir. Qrupu ən böyük olan ən böyükdür. Z ən böyükdür, Y ortada, X ən kiçik. Bəli, doğrudur deyə götürməyəcəyik. Biz səhvləri götürürük. Deməli, burada doğru cavabımız 2, 3, 4 olacaq. 116-cı sualda deyir ki, elektron formulu verib, deyir, malik olan element atomun nüvəsində neçə proton var? Deməli, bax, bu əvvəlində qeyd eləsək bunun. Əvvəlində 1s-2, 2s-2, 2p-6. Yəni, bura qədər əslində onu deyim ki, 18, 28-i var. Bura qədər 28-i. Ben yenə də çəkək göstərir. 3s-2, 3p-6. Sonra indi 3D də deməli dolu vəziyyətdədir ki, sonra 4s-2, 4p-3. 30 deməli 5. 35-ci elementdir bu. Yəni bu X-in sıra nömrəsi, nüvəsində neçə proton var? 35. Deməli cavabımız olacaq burada 35. Dəqiq hesabladığımda 20, 30 olur. 35 niyə 33 olacaq? Üzrü sayın 33. Çünki 33. Mən bura qədər 28 var. Bu da 30, 33 eləyir də. Bayaq bura qədər 28 var dedim. Mən bundan təzədən bunu elə bir 5 kimi gəldim. Elə bir ora qədər 30 kimi düşündüm. Çünki normalda bu hissə həmişə 3D üstü 10 ilə birlikdə əvvəlində toplayanda 30 verir. Həm oranı 30 kimi düşünüb, həm də buranı 5 kimi düşündüm. Deməli 33 eləyəcək. 33-cü elementdir bu. Nüvəsində 33 proton var. 117-ci sualda deyir element X dövr sistemində mövqeyin verib. 3-cü dövr 6-cı əsas yarım qrup. Deməli 3s üstü 2, 3p üstü 4. Belə yazarıq onu. Dövr 3-dür, qrup 6-dır. Bunun əvvəlini yazsaq, bura qədər 10-dur. Olacaq 16. A bərabərdir 16-ya. Sıra nömrə olacaq 16. 118-ci suala baxaq. X 3 müsbət ionda 21 elektron varsa, bu olub deməli 24. 24 demiş ki, 3 elektron vurub, verib də 21 olubdur. Və bu 24 xromdur. Xrom 24'dür bu. 24'də yəni xrom olduğunu bilmək lazımdır ki, burada 4s üstü 1 olur.
paylaşdıranda 3D üstü də 5. Bura qədər 18. Deməli, bu da olacaq 24. İndi bizə nə deyir? Deyir ki, X elementinin atomunda normal halda neçə cütləşməmiş elektron var? Deməli, baxırıq ki, 5 dənəsi D-nin içindədir. 1, 2, 3, 4, 5. Bir dənə də S-in içində. Cəmi 6 cütləşməmiş elektron var. Yenə qeyd edirəm, bayaq da sualda qeyd eləmişdim. Desəydi, xarici təbəqəsində neçə cütləşməmiş elektron var? Ona sadəcə 4s-li 1-i götürərdik. Deməli, 119-da bizə veribdir X2 müsbət 27 elektron. Onda 29 olub ki, 2 elektron verib 27 olub. Bu da mis 29-dur. Mis nə? Xromu yadda saxlamaq lazımdır. Xrom 24, mis 29. Bunlarda 4s üstü 1 olur. 3D üstü də olacaq 10. Bura qədər 18 idi. Bu da eləyir. Ümumilikdə 29. İndi neçə cütləşməmiş elektron var? Sadəcə S-in içində bir dənə. Cavabımız olacaq 1. 120-ci sual. Deməli, X2O. Burada elektronun sayını verib bizə 10. Yəni, 2x üstə gəl 8 bərabərdir 10. Çünki x-i götürsək, oksigəndə də 8 elektron sayı. Oldu, deməli, cəmi 10. 2x bərabərdir 2-yə, x də bərabərdir 1-ə. Deməli, x-in özünün elektron sayı 1-dir, sıra nömrəsi. İndi eyni qaydada y-i də tapaq. Və x-i yadda saxlayaq. Bu 1-dir. Keçir indi y-4-ə. Burada da ümumilikdə 50 elektron var. İndi bunu da tənlik kimi yazır. Y plus. Oksigəndə 8-i 4-ə. 32. İyonlarda üstün yükünə nəzərə alırıq. Mənfi isə üstünə gəlirik, müsbət isə çıxırıq. Mənfi olan görə üstünə də 2 gəlirik. Bunun cəmi deməli 50-ni verməlidir. Y də bərabər olacaq 16-ya. İndi bizə deyir ki, x2, y. Buradan hesablayaq. Baxın, x1, y-də 16. 1, 2 vuranda 2, y-də də 16. Cəmi də eləyəcək 18. 120-də də cavabımız oldu 18. 121-ci suala keçək. Magnezyum 12, kalsium 20. Hər ikisini birdən paylaşdıraq. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2. Və kalsium 20. Bunu aşağıdan yazın, tam yerləşsin. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 4s üstü 2. Belə. Deyir, valent elektronların sayı 2-dir. Bəli, hər ikisi ikinci qrupdur. Magnezyumda, kalsiumda o qrupun nömrəsi valent elektron, deməli, eyni şeydə bilirik ki, üstə düşür. Onda 2-yə götürəcək A-nı. A-nı götürür 2-yə, ortaya. Sonra deməli, P yarım səviyyəsində olan elektronlar bütün elektronların 60%-ni təşkil edir. Bir dən baxaq. Magnezyumda P-nin sayı 6-dır. Bütün elektronlar isə 12-dir. 6 da 12-nin həqiqətən 50%-ni təşkil edir. 6-dan 12-yə bölüb 100-ə vursaq 50 eləyəcək. Amma digərində P-nin sayı 12-dir. Bütün elektronlarda 20-dir. 12-20-nin axı yarısı deyil, 50% eləsin. 60% deyir. Mən burada 50-ni də gördüm. 50% düşündüm burada. Yox. B variantı 60% eləməz axı. Magnezyumda 50% eləyəcək. 6-nı bölüb 12-yə vursaq 100-ə, bu eləyəcək 50. Bizə 60 deyir orada. Xeyr, 50% eləyir. Onu digərini hesablasaq, 12-ni bölsək 20-yə, vursaq 100-ə, burada eləyəcək 60%. Burada elədir. Deməli, 60% olan B-ni kalsiyuma götürəcək, yəni 3-ə B-ni götürəcək. İndi S-ə gələk. S yarım səviyyəsində olan elektronlar, bütün elektronlar təşkil edir. İndi gəl magnezyumda S-in sayını qeyd eləyək. S 2, 4, 6. 6 S var. Elə burada eləyəcək. Ümumi elektronlar isə 12-dir. 6 da 12-nin 50%-ni təşkil edir. C-ni götürəcək magnezyuma. Digərində amma eləməz də. S-in sayı 2, 4, 6, 8-dir. S-in sayı 8-dir. Dəqiqə, S-in sayı 8-dir. Ümumi elektronun sayı 20-dir. 8-dir, 20-nin 50% eləmir axı. Deməli, C-ni götürdük sadəcə magnezyuma. Sonra fosforlu birləşməsi molekulun 5 atom var. Bu hər ikisinə uyğun gələcək. Çünki hər ikisi fosforla magnezyum 3P2, kalsium 3P2 bu şəkildə birləşir. Çünki magnezyum müsbət 2, fosfor mənfi 3. Minimum göstərir, fosfor sağdadır. Burada kalsium müsbət 2, mənfi 3 eyni formada. Bunların da cəmi, indekslərin cəmi 5 atom var. Deməli, D-ni ortaya götürürük. Sonra Y-də deyir, S yarımı səviyyəsində olan elektronların sayı bütün elektronların 40%-ni təşkil edir. İndi bu kalsium yoxlayaq, çünki bayaq o
50% söhbəti S-də maqnezium aid idi. İndi 40% yəqin kalsiumda olacaq. Bir dən baxaq. Kalsiumda 8 S var. Ümumidə 20-dir. 8-i bölsək 20-yə vursaq 100-ə. Bəli, bu eləyəcək 40%. Deməli 40%-i yeni də kalsiuma götürür 3-ə. Deməli uyğun gələcək burada 1-ə C, 2-yə A, D, 3-ə B, Y. %22-ci sualda deməli biri kalsiumdur. Kalsium ilə paylaşması burada var. İndi digərini paylaşdıraq. Digərdə sink 30. Sink 30-da qeyd eləyək. 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 4S üstü 2, 3D üstü 10. İndi burada bizə deyir, P orbitalında olan elektronlar bütün elektronların 60%-ni təşkil edir. Baxaq bir dənə, bax. Kalsiumda P nə qədərdir? 12. Bütün nə qədərdir? 20. Vuraq 100-ə. Eləyəcək 60. Elə bax buradadır. Digərinə də baxaq bir dənə. Digərini eləməz axı. Digərində P, çünki P 12-dir, ümumidə 30-dur. Eyni cavab verməz axı burada. 12-ni bölürük. 30-a vururuq 100-ə. Elə belə hesablayaq. Ona aiddir cavab bəlkə olar. Yoxdur cavablar deyəcək. Deməli, bu da eləyəcək 40%. Deməli, 60% olanı A-nı götürəcək kalsiuma. 1-ə A. Sonra deməli, S yarım seviyəsində 8 elektron var. 2, 4, 6, 8, 2, 4, 6, 8. Hər ikisində S-ində 8 var. Yəni, ikinciyə götürəcək B-ni. D orbitalında 10 elektron var. Əlbəttə ki, sinkdədir bu. C-ni sinkə götürürük. Əlavə yarım qrup elementidir. Bu da sinkdir. Çünki kalsium S elementidir. Görürük ki, əsas yarım qrup elementidir. Metallara aid hər ikisi. Hər ikisi metaldır. D elementləri də metaldır. Bu da kalsium, qərəb, torpaq metaldır. Deməli, Y-ni ortaya götürürük. Doğru cavab 1A, 2B-Y, 3C-D. 23-də deməli bizə verib elementləri deyir, maksimum həyəcanlanmış halda elektron formulu. Və deməli birinci 123-cü sualda. Birinci xlor 17-ni paylaşdırsaq, sonu 3S üstü 2, 3P üstü 5 ilə bitəcək. Bunun maksimum həyəcanlanmış halda burada 3D üstü 0 da var. P-dən biri keçir D-yə, sonra ikincisi keçir B. S-də bir cütümüz var. 4, 5. D-də boşdur. 5 dənə burada boş yerimiz var. Deməli, 1, 2, 3 dəfə həyəcanlanacaq. Bir dəfə, birinci P-də, bax, göstərəm. Birinci bu keçdi. Sonra bir dəfə həyəcanlanacaq. Bu keçəcək, sonra S-dəki keçəcək. Deməli, 3S üstü 1, 3P üstü 3 qalır, tək qalır 3-ü də. 3D üstü də 3 olur. S üstü 1, P üstü 3, D üstü 3. 1-ə uyğun gələcək, deməli, D variantı. 1-ə D. Sonra kükürt 16. Kükürt 16 da eyni qaydada sonu 3S üstü 2, 3P üstü 4-dür. Bu dəfə də 3D üstü 0. 3S üstü 1, 3P üstü 3, 3D üstü, biri P'dən keçib, biri də S-dən. D üstü 2 olacaq. D üstü 2. Deməli, S üstü 1, P üstü 3, D üstü 2. S üstü 1, P üstü 3, D üstü 2. Y variantı. 2'ye Y yoğundur. Fosfor 15. 3S üstü 2, 3P üstü 3. 3D üstü də 0. Elə S üstü 1, bir dənə S-dən keçir. P olduğu kimi qalır. D-yə bir dənəsi gəlir. 1, 3, 1. Bu da olacaq B variantı. 3-ə də B. 124-də yoğunlaşdırmadır. Deməli, 4-cü dövr 5-ci qrupun əsas yarım qrupu. Baxırıq ki, burada uyğun gələcək 4-cü dövr 5-ci qrup əsas yarım qrup. Birinciyə B. Sonra 4-cü dövr 5-ci qrup əlavə yarım qrup. Bu dəfə D ilə gərək toplanıb 5-i versin. İkinciyə uyğun gələcək D. 4-cü dövr 8-ci qrupun əlavə yarım qrupu. Baxaq, deməli, 4-cü dövr üstün cəmi 8 eləsin. Üstün cəmi 9 olsa da 8 götürürük, 10 olsa da 8 götürürük. O da var, yəni. Məsələn, burada C-ni götürəcəyik. Tam olaraq 8 edir üstlərin cəmi. Y-də də üstlərin cəmi 9 eləyəndə də 8-ci qrup sayılır. 8-ci qrup əlavə yarım qrupu. Üstün cəmi 10 olanda da 8-ci qrup gedir. Deməli, olacaq 3-ə C ilə Y. Deməli, 1-ə B 2-dir, 3-ə C Y. İndi burada elektronların 125-ci sualda tapsaq 18, elə 13, 18,
16, 14, mənfi 10 üstünə gəlirik, müsbət 10-a çıxıraq. Deməli, birinci də bu, deməli, bura qədər 10-dur, 14 deməkdir, bu 18-dir, bu da 13-dür. Şimdi 14 olana 1-ə Y, 1-ə olacaq Y. İkinci 18 olan A-na C, 13 olanda B. D də heç birinə aid deyil. 126-da da yenə eyni qaydada, bax, deməli 10, 18, 12, 10, 18. Bunlar da bura qədər opşi 10 eləyəcək bu. Bu da 18-in paylaşması, bu da 12-nin. Deməli 1-ə 10 olanlar, 1-ə A-la D. 2-ə 18 olanlar B ilə Y. 3-ədəki 12 sadəcə C. Belə.